Həm sürücülər, həm də sərnişinlər çətinliklə üzləşirlər. Biləcəri qəsəbəsində yerləşən 202 nömrəli marşrut xəttinin son dayanacağının zəbt olunduğu iddia edilir. Sürücülərin sözlərinə görə ərazidə avtobus dayanacağını bildirən yol nişanı olmasına baxmayaraq, yük avtomobilləri həmin yerdə park edilir. Xüsusilə səhər və pik saatlarda burada saxlanılan iri tonnajlı yük maşınları avtobusların dayanacağa rahat daxil olmasına mane olur və həm sürücülər, həm də sərnişinlər üçün ciddi çətinlik yaradır. Ona görə ki, səbəb odur ki, başqa yerdə saxlayanda radar çəkir, amma burada radar yoxdur. Sizin dayanacağa ona görə girirlər. Bəli. Hal-hazırda bizim dayanacaqda kamera yoxdur, ona görə də saxlayırlar. Bizim özümüzdə də çox problemlər yaradır, yük maşınları burada saxlaya bilmirik. Solda dayananlar park edə bilmirik. Bu həm sürücülərə, həm də sərnişinlərə mi çətinlik yaradır? Bəli. Girməyə, çıxmağa çətinlik çəkirlər. Bizim fikrimiz odur ki, xanım, parklanma, yəni yoxdur bura parklanma. Burada yer də özü düzəlməlidir ki, yəni ki, avtobus gəlsin, rahat girsin. Məsələ ilə bağlı Bakı şəhəri Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, sözügedən ərazidə dayanma və durma qaydalarını pozaraq ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradan sürücülər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Sevinç Vaqif qızı, Samir Qasımov, Xəzər xəbər.